Salam dostlar. Ümid edirəm ki, hər şey qaydasındadır. Yəqin ki, mənim üçün darıxmısınız. Çünki mən sizin üçün çox darıxmışam. Bildiyiniz kimi, bir müddətdir ki, İtaliyadayam. Sizə bir neçə ifadə öyrətmək istəyirəm. Əgər İtaliyaya yolunuz düşsə, mütləq bu sözlərdən istifadə edin. Gəlin birlikdə İtalyanca bəzi ifadələri öyrənək. Let's learn some phrases in Italian. Məsələn, salam. Biz rəsmi formada salam demək üçün deməliyik salve. Bu yəni ingiliscə hello. Əgər biz qeyri-rəsmi dostlarına salamlaşmaq istəyiriksə, necə ki ingilislər hi deyirlər, İtalyanlar isə ciao ifadəsini işlədirlər. How are you? Yəni necəsiniz ifadəsini rəsmi formada onlar deyir come state. Amma dostlarımızla danışmaq üçün qeyri-rəsmi şəkildə come stai? Sto bene, grazie. E tu? Yəni, mən yaxşıyam, çox sağ ol. Bəs sən? I'm fine, thanks. And you? Şəklində istifadə edə bilərik. Bəs biz özümüzü necə təqdim edək? Yəni, məsəl üçün, my name is Nari, İtalyanca olacaq, mi chiamo Nari. Yəni, mənim adım Naridir. Ciao, mi chiamo Leila. Ciao, mi chiamo Matteo. Bu ifadələr görürsünüz necə asan və gözəl səslənir. Gələn dərs isə biz başqa sözlər öyrənəcəyik. Dostlar.